Salam xanımlar, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bugün sizinle çok dadlı, toyuqlu və göbələkli bir yemək resepti bölüşəcəm. İndi isə keçək hazırlanma qaydasına. Öncəliklə yuyub təmizlədiyim tərəvəzləri uzunsov formada doğrayıram. Zövqünüzə görə istədiyiniz formada doğraya bilərsiniz. Bütün tərəvəzləri bu formada doğradıktan sonra bir kənara qoyub, qızdırdığım tavaya bitki yağı əlavə edirəm və əvvəlcədən biraz qaynatdığım toyuq ətlərini və doğradığım kartofları əlavə edib, qapağını bağlayıb hər iki tərəfini biraz qızardıram. Daha sonra qızartdığım toyuq əti və kartofları ayrı bir boş qaba alıb, həmin tavada biber və soğanları biraz qovururam. Mən üzərinə buzluqda saxladığım qırmızı bolqar biberlərdən də əlavə etdim. İstəsəniz əlavə etməyə bilərsiniz və ya başqa rəngli biberlər də əlavə edə bilərsiniz. Soğan və biberlər də qovrulduqdan sonra üzərinə doğradığım göbələkləri əlavə edib biraz qovururam. Göbələklər öz suyunu salıb daha sonra özünə çəkdikdən sonra artıq qızartdığım toyuq və kartofları bura əlavə edirəm, ədəvalarını əlavə edirəm və 5 dəqiqədə bu formada bişirdikdən sonra üzərinə zövqə görə göyərti əlavə edirəm. Artıq yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Yeni video reseptlərdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəng işarəsini mütləq aktivləşdirməyi unutmayın. Hələlik.